toya gedən müğənnilərə, estrada müğənnilərə biraz belə yuxarıdan aşağı manus kimi baxırdılar. Yəni keyfiyyətsiz populyarlıq müvəqqətidir, yoxsa artıq yeni norma sayılır? Rəqqasə kimi müğənniləri yığıb bir rəqs şousu oynadacaqlar və ona görə hərəsinə 5000 pul verəcəklər. Mən inandırım ki, şou biznesin yarısından çoxu yəqin ki, ona razılaşacaq. İllərdir bu ölkədə rep var, amma hələ də barmaqla sayılacaq qədər bu işdən stabil pul qazanır insanlar, yəni reperlər. Problem mentalitetdir, bazardır, yoxsa reperlərin özləri? Uranın freestyle bacarığı, Uranın manyerası, Uranın kör zabiti bir əsərdir, onun düşüncə tərzi, yəni çox istedadlıdır. Amma bu insan o populyarlığın zirvəsində hansısa bankda və ya hansısa ofisdə mühafizəçi işləyirdi gecəsmenində, çünki utanırdı. Hətta yekə kişisən, repçisən, toya gedirsən. Amma sonra gördülər ki, toya gedir, maşın alır, toya gedən ev alır, toya gedən həyatını dəyişdirir. Artıq hamı başladı toy dalınca qaçmağa. Yaşamaq və zövq almaq istəyirəm. Bu cümlə hedonizmdir, yoxsa gec başa düşdüyünüz bir həqiqət? Yəni o bəlkə də maşın istəsə, ev istəsə, qısa bir hədəflə, böyük bir ölkədə məqsədə gəlib çatardı. Amma anasının daş köftəsini artıq heç vaxt yeyə bilməyəcək. 2 gün həyatda yoxdur, dünən yoxdur, sabah yoxdur, bugün var, burada var, indi var. Həyat yaşadıkça dadlıdır. Salam, mən Hüseyin Ağayevin təqdimatında Üzləşmə Pürüsə baxırsınız və bugünkü qonağım aparıcı və prodüser İdris Cəfərov. Salam, xoş gəlmişsiniz. Salam, xoş gördük sizi. Aparıcı, gətirici, prodüser, sonra hamısı qutardı, bəli. Yo, mahnılar da yazmışam bu aralar. Hə, o da var. Amma süni zəka artıq bizim kitabımızı bağladı bu sahədə. İdris Cəfərov kimdir? Hamı heç kimdir. Sadəcə NLP var da. Neurolingvistik proqramlaşdırma ilə kimsə fikirləşir ki, mən JEK müdürüyəm, kimsə fikirləşir ki, mən nə bilim icra başçısıyam, mən nə bilim tikinti şirkətinin rəhbəriyəm. Əslində mən də sadəcə kimin üçünsə sinif yoldaşıyam, kimin üçünsə məhəllə uşağıyam, kimin üçünsə nə bilim şəhər uşağıdır, nə bilim dostumuzdur, qardaşımızdır. Yəni əgər İdris kimin üçünsə bu alqoritmdə bir yaxın adamdırsa, deməli odur da. Yəni kiminsə dostu, kiminsə qardaşı, kiminsə məhəllə uşağı, kiminsə tələbə yoldaşı. Amma o ki qaldı o stereotiplərə ki, mən aparıcıyam. Bu məncə artıq egodan, insan nə qədər ego ehtiyacı varsa, oradan özünü artıq çalışır ki, cəmiyyətə inandırıcı məsələlər. Bəzən kimsə yazır sosial şəbəkədə, rejissor falan kəsib falan kəs, prodüser falan kəsib. Yəni biraz ona gəlir. Sadəcə İdris Cəfərov. Yəni kim məni necə tanıyırsa, mən o tamaşaçı üçün. İzləyicilər üçün siz aparıcısınız. TV-də sizi izləyənlər üçün. Bəzən hətta adam var ki, mən televiziyada tanımır, amma bloger kimi tanıyır. O da var da. Yəni o kateqoriyada var ki, televiziya gəncliyi baxmır axı. Z nəsil, zoomerlər falan ümumiyyətlə məni dofamin kimi tanıyırlar, İdris Cəfərov kimi tanımırlar. Yaşlı nəsil nümayəndələri məni mədəniyyət xəbərlərinin. Yəni ona görə o yanaşma çox belə məcazidir və ya gedirəm hansısa təyyarəyə minirəm, nə bilim 6 saatdan sonra, 10 saatdan sonra Taylanddayım, orada ümumiyyətlə heç kəs məni tanımır. Ona görə tez-tez harasa gedəndə öz o kimliyi tapırsan. Görəndə ki, sən də hamı kimi bir adamsan, yəni o daha səni rahat eləyir. Yoxsa ancaq bu cəmiyyətdə yaşayanda, məsələn, sən hətta hərbi ya hansısa bir rütbəli bir adamsansa, sən o dünyaya inanırsan, dünyaların bir gündə ya təqaüdə çıxırsan, ya işdən çıxardırlar, dünyan uçur sənin, dağılır ki, mən sən demə heç kim idim. Yəni bu da bir psixoloji dissonans yaradır. Ona görə əvvəldən sadəcə, yəni sizlə həmkaram məsələdə, kimdənsə, məncə budur. Bu da əsas bizim kimliyimiz. Bildiyim qədərilə musiqi ilə, ümumiyyətlə musiqiçilərlə yaxın olmuşsunuz bir müddət, hətta prodüserlikdə dediyim kimi olub fəaliyyətimizdə və son vaxtlarda, bu yaxınlarda bizim Instagram səhifəmizdə Samir Əliməryam adlı müğənninin bir reelsinin altında şərhinizi gördüm. Razılaşmışsınız ki, Azərbaycanda keyfiyyətli kontent və musiqi layiq olduğu dəyəri görmür. Həmin o məğzi oydu şortsun və siz də bundan razılaşmışsınız. Və bir prodüser gözü ilə bu tendensiya necə və nə vaxt formalaşdı? 2000-ci illərdə nə zaman ki disk kasetlər satılırdı, baxın Vaqif Qərarzadə, Eldar Mansurov, nə bilim, yəni bütün hətta bugün gündəmdə olan müğənnilər hansılar ki o vaxtda tanınmışdılar, onlar daha keyfiyyətli musiqi üzərində çalışırlar, belə qarmoniyası, səslənməsi, keçidləri, modulyasiyası, yəni baxırdın ki çalışıblar və yaxşı bir mahnı yaradıblar. Amma sonradan bu tendensiya dəyişdi toy dalınca, artıq başladılar maral
real moralni, nə bilim, daha sadə, oynamalı, laqqıdı çıxılı mahnılara getməyə, kimsə istədi meyxana statlarından bir kəlmələrdən mahnı düzəltsin və musiqi xaypla dəyişdi. Bugünkü gün musiqidə daha çox xayp, aktuallıq, gündəm uğrunda və toylar uğrunda mübarizə gedir bu industriyada və bu hədəfə çatmaq üçün insanlar hər bir yola əl atırlar və hədəf, məqsəd dəyişdiyinə görə musiqinin keyfiyyəti də təbii ki, yəni 2000-lərin əfsanəsi mən konsert etdim 2 il bundan öncə Yaşıl Teatrda biz 97% bilet satışı göstərdik. Yəni Azərbaycanın yerli müğənnilərinə elə Samir Əli Məryəm oradaydı, Kamran Həsənli aparıcı idi, Manana, Natavan Həbibi. Mən gördüm insanlar necə darıxıblar. Darıxıblar məhz o dövrün keyfiyyətli musiqisi üçün. Amma bugünkü gün, hətta onu da deyim ki, mən sonra Azərbaycanın yeni trendləri musiqisini elədim və biz onu təxirə saldıq çünki biletlər satılmadı. Çünki bunlar əhval hansısa mahnıya barda qulaq asırlar, hansınasa maşında, nə bilim, o yağış yağanda qulaq asırlar. Amma kütləvi kitlər ki, məsələ Ədalət Şükürovun Ay qız keçmə bizim məhəllədən, İradə İbrahimovanın Get, Samirə Əli Məryəmin Mən gəlirəm və ya Qayıtdı xəyallar. Yəni bu cür kütləvi bütün belə bir dönəmi və hər bir yaşda insanları əhatə edən hitləri təəssüflər olsun ki, çox az-az yaşayırıq. Yalnız Aygün Kazımova nisbətən bugünkü gün o damarı tutub saxlaya bilir. O da Aygün Kazımova da deyə məncə bir ad. Yox. Faiq Ağayevdir da, xalq artistidir, amma onu tutub saxlaya bilmir. Yəni o Zülfiyə Xanbabayeva mənim ən çox sevdiyim və hörmət etdiyim sənətçilərdən biri. O da o damarı tutub saxlaya bilmir. Yəni Zülfiyə Xanbabayeva, Faiq Ağayev məni yaşda 35 plus üzərində yaşı olan adamlar üçün aktualdır. Amma Aygün Kazımovanın elədiyi bu salto ondan ibarətdir ki, 18-20 yaşlı insanlar belə Aygün Kazımovanın bugünkü o təcrübədə olan müğənninin ifalarını qulaq asır və zövq alır. Yaxşı, belə bir müqayisə edeyim də. Bax, dediklərimizin analiz eləyəndə toya gedən müğənnilər bizdən əvvəllərdir. Yəni bizim atalarımızın, əmilərimizin o toy vaxtlarında da qonaq çağırılma məsələsi var idi. Bir məvaciblə pul verib də toya gəlirdilər. O vaxtki müğənnilərdən söhbət gedir, düzdürmü? Və siz qeyd elədiniz ki, 2000-ci illərin əvvəli disklərin, kasetlərin satışı, o production şirkətlərin o satışa buraxdığı disk satışları və indiki toy. Yaxşı, əgər bu 2000-ci ildən bu dəyişibsə, bu toya keçmələrinin səbəbi nə oldu? Disk və kasetlər digitallaşdı və oradan pul piratlar çoxaldı deyə, pul qazancı öldü deyə buna üst tutdular. Yoxsa əvvəl də var idi də, toya gedib pulunu alırdı da. Yəni bu 80-ci illərdə də var idi, 70-lərdə belə var idi ki, hansısa müğənnini Bakıdan götürsün, məsəl üçün şəhərdən gətirsin, rayonda onu oxutdursun, o vaxtın tanınmış müğənnisini və pulunu versin ki, bu məvacibdə mənim oğlumun toyunda oxuyacaqsan. İndi də var, onda da var. Fərq nədir? Niyə kasetdən, diskdən və yaxud digitaldan o qədər pulu qazana bilmədilər də keçdilər buna? Birincisi o 70-ci, 80-ci illərdə bölgələrimizdə palatka toyları keçirilirdi və Bakıdan hansısa məşhur müğənnini çağırmaq hər adamın işi deyil idi. Amma var idi da. Rayonda adla, sanla tanınan deyirdilər ki, filankəsin toyuna məsələdə Zeynəb Xanlarova gəldi. Bu artıq tarix idi o rayonda. Rayonların yerli ifaçıları var idi. Və növbəti mərhələdə toya gedən müğənnilərə, estrada müğənnilərə biraz belə yuxarıdan aşağı manus kimi baxırdılar ki, bu nədir, siz toya gedirsiniz. Hətta Mir Yusif Dəyirman, oxumayın restoranda rep tapın başqa iş, Elşad Xosayev, Hüseyn Dəryaya bir kinayə ilə o sözü deyirdilər Sous trekində ki, yekə kişisən, repçisən, toya gedirsən. Amma sonra gördülər ki, toya gedir, maşın alır, toya gedən ev alır, toya gedən həyatını dəyişdirir. Artıq hamı başladı toy dalınca qaçmağa. İndiki mərhələdə artıq şou proqramlar da keçib ikinci tərəfə, kabinet məclisləri var. Məsələn, müğənnilər var ki, deyir, mən 150-200 manata gedib hansısa, məsələ, şou proqramda oxumaqdansa, mən elə gedirəm kabinetdə, hansısa vəzifəli bir adam, çünki vəzifəli adam da ictimai yerdə otura bilmir. Dostlarının yanında onu tərifləyirəm, zümzümə eləyirəm. O da çıxardıb mənə yola salanda cibimə 2000 pul basır. Yəni, bu da bir tendensiyadır. Sadəcə şou biznesdə təəssüflər olsun ki, dəyərsiz insanlar, mənəvi dəyərdən söhbət gedir. Biraz çox olduğuna görə, sabah məsələ desələr ki, hansısa bağda məsələdə sadəcə rəqqasə kimi müğənniləri yığıb bir rəqs şousu oynadacaqlar və ona görə hərəsinə 5000 pul verəcəklər. Mən inandırım ki, şou biznesin yarısından çoxu yəqin ki, ona razılaşacaq. Çünki kim pulu verirsə, o da musiqini sifariş edir. Və bizim şou biznesdə istisna deyil.
Ya onda belə çıxır ki, bu gün zövqü kim formalaşdırır? Tamaşaçı yoxsa Təbii ki, tamaşaçı. Əvvəllər necə idi? platforma? Əvvəl platforma deyirsiniz, Azərbaycanda neçə faiz Spotify-da, iTunes-da qeydiyyatçı var? Yəni əsas insanlar görürlər ki, hə TikTokda mahnı partladı, insanlar dinlədi, maşından gəldi və bugünkü gün daha çox ifaçılar, sənətçilər çox olduğuna görə qaçırlar dinləyicinin zövqü dalınca. Daha çox desək alçalırlar dinləyicinin zövqü. Çünki dinləyici peşəkar deyil. O musiqi təsiri yoxdur. O musiqi duyumu ola bilər, bəzisində var, bəzisində yoxdur. Dinləyici sadəcə zövqünə və əhvalına, istəyinə bağlı bir insandır və sadəcə onun pulu olduğuna görə birbaşa ifaçılar düşür onun dalınca ki, qardaşım, nə istəyirsən, ürəyin nə istəyir, nə oxuyum sənin üçün. Amma əvvəllər məsələdə Rəşid Beybutov, Şövkət Ələkbərova, nə bilim, yəni onlar zövqü formalaşdırır? onlar artıq bir ikona idi. Onlar artıq bir dövrün ifaçıları idi. Onları görmək bir tarixə çevrilərdi insan üçün. Bugünkü gün adam oturub bağda deyir ki, ya gəlin, hətta imkanlı adamlar arada otururlar bağda, ya gəlin dilxoşluq üçün bir dənə kimisə çağıraq ki, burada biraz bizi şənləndirsin. Yəni artıq dəyərdən düşüb. Müğənni olmağın özü də biraz dəyərdən düşüb və ağır təbiətli insanlar çoxu əlavə biznes fikirləşirlər. Çünki artıq bu mühitin bir hissəsi olmaq istəmir çoxu. Yəni keyfiyyətsiz populyarlıq müvəqqətidir, yoxsa artıq yeni norma sayılır? Məncə artıq var ulduzluq, əvvəl var idi. Məsələn, Hüseyn Dərya ulduz idi. Aygün Kazımova ulduzdur. Onu görəndə insan ondan istəyir şəkil çəkdirsin, adam istəyir ondan bir təmas yaratsın, ona bir sevgisini bildirsin. Amma tanınmış insan, hətta nə bilim hansısa parking xidmətində işləyən adam, qeyri-qanuni parking məsələdə, indi bu rəsmi parkingdən demirəm, və ya hansısa göyərçin saxlayan, hansısa bir vayında iştirak eləyib bir gün ərzində hər kəs tərəfindən tanına bilər. Amma bu tanıtım nə dərəcədə faydalı tanıtımdır, lazımdır, lazım deyil. Bu artıq cəmiyyətin seçimidir və digitallaşma ona gətirib ki, cəmiyyətin inkişafına görə uyğun da qəhrəmanlar seçilir. Və belə bir psixoloji məsələ var. İnsanlar təbii ki, görürük ki, cəmiyyətdə, efirdən öncə sizə dedim ki, çox vacib meyar var. İnsanların inkişaf indeksi ölkələr üzrə. Azərbaycan təəssüflər olsun 81-ci yerdədir. Amma psixologiyada da belə bir misal var. İnsan videolara baxarkən özündən savadsız, ağılsız, aşağı dərəcəli bir adam görürsə, istər-istəməz ona sevinci yaradır ki, buna bax, gör bu nə gündədir. Və istəyir onu digərindən paylaşsın. Bu onu paylaşaraq özgüvənini yerinə oturtdurur. Cəmaatın uğursuz, başqasının uğursuzluğunu, bəli, uğursuzluğunu, gülünç vəziyyətə düşməyini, yəni hansısa kimsə götürür 10 dənə yumurtanı canlı yayımda başında sındırır, yumurta axırır, deyir, bu bax. Bu onu eləməklə özü bəlkəm də o da belə bir fərdi bir gölün belə də, yəni mühitin adamı deyil, amma onu aşağılamaqla özünü yuxarılayır. Bu da bir aşağı tezlikli özgüvəndir də. Yaxşı, bir prodüser olaraq sizə belə bir sual verim də. Müğənninin yaxşı prodüser olmamağı, bu dediyimiz, bayaqdan sadaladığımız problemlərə gətirib çıxardırmı? Yəni, prodüser bir müğənninin və ümumiyyətlə bu formalaşan zövqün hansı hissəsini və hansı ümumiyyətlə bir rolunu oynayır? Yəni, yaxşı prodüser ola bilərmi ki, müğənnini elə bir formalaşdırsın ki, və yaxud o zövqə yaratsın ki, bu necəsə bir dəyişsin və yaxud düzəlsin gələcəkdə? Yoxsa, indi bildiyim, niyə görə sual verirəm əslində, yəni indiki yəqin ki, siz də bilirsiniz, hamımız bilirik ki, menecer, prodüser məsələləri var ki, kiməsə yığırsan, ya öz bibisi oğlun, ya uşaqlıq dostun, ümumiyyətlə bu sahədən anlayışı olmayan, menecerliyi, prodüserliyi bilməyən insanlar sadəcə belə deyim, pul işlərinə baxan və yaxud bir resepsiyon obrazı kimi, zapis edirəm səni, yazıram, 12-sində bura gələcək, 13-də bura gələcək və ümumiyyətlə bu haqda nə deyə bilərsiniz? Prodüserin dünya üzrə 28 yönətimi var. Film prodüseri var, albom prodüseri var. Məsələn, müğənni olaraq mən müraciət edirəm ki, ümumiyyətlə heç çalışmıram o müğənni ilə. Mənə 12 dənə mahnı yazıram, bəstəkardan alıram, siz oxuyursunuz, bu albom mənə aiddir. Mən artıq bunu digital platformalarda qazancını edəcəm və s. Yəni Azərbaycanda prodüser var, menecer var və disk daşıyan var. O qohum, qardaş falan, bunlar çoxu disk və ya flash kart daşıyan, pul alan, o ümumiyyətlə prodüserə heç bir aidiyyəti olmayan adamlardır və onlar o müğənnilərlə çalışmadan aldıqları vəsait də bir məclisə görə 100, 200, maksimum 300 manat aralığında fərqlənir. Mən məsələ prodüser olaraq
kifayət qədər bahalı prodüserəm və mənim qazancım işlədiyim müğənnilərlə 50%-dən az olmamaq şərti ilə bölünür və mənim kimi çalışan prodüserlər də var. Bu Anar Mədətovdur, bu Həsən Məmmədyyarovdur, Eyüp Yaqubov, bu Yalçındır, Tünzalə Ağayeva, hansı ki ilk gündən Bakı payızında Tünzalə xanım birinci yer olur, sonra strateji plan yazılır, Tünzalə xanım çıxır musiqili meydana, sizin sahada gündəm olur, Tünzalə xanım bandanadaydı, uzun müddət onun saç, yəni baş örtüyü ilə çıxırdı. Bu hamısı prodüser tərəfindən düşünülən bir addımlar idi və zamanında mən məsələ Hüseyn Dərya ilə bizim müəyyən bir addımlarımız var idi. Hal-hazırda məşhur Rumıniya müğənnisi Seyanın rəsmi olaraq mən həm direktoruyam, həm prodüseriyəm. Hətta Özbəkistan, Rusiya, nə bilim və Qazaxstan bütün ölkələr üzrə onun dəvəti olanda yalnız mənimlə müzakirə olunur və bütün qərarları onun çıxışı ilə bağlı mən həll edirəm. Və budur prodüserlik. Amma siz dediyiniz ardıcıllıqda sadəcə bu adam dəftərə yazır, gedir, sonra gəlir müğənnini evə yola salır, 200 manatını da götürür, gedir evə. Yəni, hər bir müğənni bunu Azərbaycanda eləyirmi? Ümumiyyətlə, prodüser hər bir müğənninin indi götürək də, yəni faiz olaraq deyə bilərsiniz, ümumiyyətlə, nə qədər müğənnilərimiz bunu, bu prodüser dediyiniz albom prodüseri və digər prodüserlərdən istifadə edir. Çox az ola bildiyi bilirsiniz. Niyə? Müğənnilərin çoxu dişlə, dırnaqla, əziyyətlə o zirvəyə gəlib çatandan sonra fikirləşir ki, peşəkar prodüserə mən 50%-i niyə verim? Elə əmim oğlunu götürüm, o da işsizdir. Həm taksi sürür, yəni, həm də ki, yanımdadır, həm özümküdür, pul haqqı hesabı rahat olacaq və artıq sonraki qərarları da özüm verəcəm də, məndən yaxşı kim bilə bilər ki? Hətta məsələ Aygün Kazımova, bugünə qədər Aygün Kazımova özü öz prodüseri olubdu, amma digər tərəfdən Zülfiyə Xanbabayevanı götürsək, onunla ilk gündən bugünə qədər Nigar xanım çalışıb. Yəni, bu da bir prodüser layihəsi, birgə əməkdaşlıq, dostluq və Aygün Kazımova, yəni vaxt aşırı müəyyən menecerlarla çalışıb, amma son qərar Aygün Kazımova aid olub. Eyni zamanda xalq artisti Faiq Ağayev, hansı ki özü ilə çalışıb, özü öz prodüser olub, menecer olubdu. Qayıdırıq Samir Bağırova, hansına ki daimi lazımdır ki, kimsə onu evdən çıxartsın, gecikməsin, studiyaya aparsın və bugünkü gün məsələ Vüqar adlı bir prodüserlə çalışır. Və bilirsiniz, belə bir test var. Deyirlər ki, rəng seçin. Məsələ, qırmızı rəng istəyirsiniz, yoxsa siz daha çox, məsələ, iki rəng qoyuram sizin qarşınıza. Qırmızı, yoxsa göy? Mənə? Bəli. Göy. Göy. Deməli, sizdə prodüseri daha yaxşı alınır. Bu bir psixoloji test olaraq. Qırmızı rəng seçən adam özü istəyir müğənni olsun, özü istəyir diqqət mərkəzində olsun, hər şey onun ətrafında olsun. Göy rəngi seçən insan, məndə də seçim məsələ göydür. İstəyir ki, qıraqdan prosesə idarə eləsin, qıraqdan nəzarət eləsin və sadəcə sakitçilikdə otursun. Bəs yaxşı, bu dediyiniz müğənnilər, Aygün Kazımova deyirsiniz, özünün prodüseri olub, Zülfiyə Xanbabayeva məsəl üçün həmişə prodüserlə çalışıb. Yaxşı, bunun arasında bir fərq var, yoxsa ikisi də elə uğurlu sayılır, ikisi də eyni zövqlərə, eyni insanlara, eyni dərəcədə xitab edir? Nə fərq var? Öz dövrünə görə ikisi də uğurluydu. Bugünkü gün Aygün Kazımova ümumiyyətlə nömrə 1-dir və bu, yəni nəinki Zülfiyə xanımla fərqləndirəndə, ümumiyyətlə Azərbaycan şou biznesində bugünkü gün Aygün Kazımova, hətta ondan sonra daha gənc ifaçılar hansılar ki, daha böyük auditoriyaları var idi. Aygün xanım hamısını elə bil böyük bir fərqlə önləyib. Yəni onda belə çıxır ki, öz dünya görüşü, öz savadı varsa, özü də prodüsersiz gedib o zirvələrə çata bilər. Uğur bir çox uğursuzluqların nəticəsidir, dəniyərək. Məsələn, Aygün Kazımovanın Snoop Dogg'la duetinə baxanda İspan utancı yaşaya bilərsiniz. Amma Aygün xanım bundan, çünki onun ingilis dilində oxuma ləhcəsi, deyilişi, baby, I love you. Amma bu Aygün xanımı kənarlaşdırmadı ki, o hate Aygün xanıma haradasa, o videonun nə qədər cüzi bir baxışı var, 250 mindən çox ona pul xərcləndi. Amma bundan sonra yenə dənədi, yenə sınadı, sonra müəyyən depressiyadan sonra gənc reperlərə müraciət etdi, digərləri bəlkə onları qeyri-ciddi qəbul edirdi və o sözlə, deyilişlə, artıq onda o formalaşan şarmla, manierayla, ifa tərzi ilə hər kəs üçün ümumi sevimli bir müğənni oldu. Amma o deyil ki, Aygün xanımın bəxti gətirdi. Bu insan eləyib alınmayıb, çalışıb alınmayıb, eləyib partladıb, sonra yenə fasilə olub. Yəni, uğur bir çox sınaqların nəticəsidir. Ümumiyyətlə, prodüser etdiyiniz artistin insan keyfiyyətləri də sizə maraqlıdırmı, yoxsa sənəti və ona uyğun olan sizə qazandırdığı nailiyyətlər fakt hansı?
Əslində mənim üçün birinci yerdə onun insani keyfiyyətidir. Çünki sən xarici səfərdə olursan, studiyada olursan, əgər mən 17 yaşımdan televiziyada çalışmağa başlamışam və o zaman bizim bir rəhbərimiz var idi, Zülfət Burayeva, Gənclər Departamenti rəhbəri idi və məhz o gənc yaşda çox təcrübə qazandıq və onun əsas tövsiyələrindən biri o idi ki, sən deyir gələcəkdə böyük bir işin olacaq, layihələr rəhbəri olacaqsan. Hər zaman fikir ver ki, götürdüyün əməkdaş və ya çalışacağın insan olsun. Çünki işdən başı çıxmaya bilər, zəif ola bilər, tədricən o peşəkarlaşa bilər. Amma əgər insan olaraq o keyfiyyətsizdirsə, artıq onun keyfiyyətini heç bir amil dəyişə bilməz. Ona görə təbii ki, insani meyar çox vacibdir və tədricən siz böyük səhnələr fəth edirsiniz, sizin uğurunuz olur, uğursuzluğunuz olur. Bu münasibətlər çalışma, dostluğa çevrilir. Və əgər sənin üçün vacib deyilsə kimlə dostluq edirsən, inanmıram. Yəni hər kəs müəyyən təcrübədən sonra təbii ki, birinci növbədə insana şəxsiyyət olaraq bir hörmətin, simpatiyan olmalıdır ki, sən ondan bu yolu çıxasan. Bəs belə bir cümlə istifadə eləmişsiniz ki, o vaxt pul yox idi, motivasiya var idi. Bəs nə vaxtdan pul motivasiyanı öldürməyə başladı? Bilirsiniz, o vaxtda deyəndə mən 16-17 yaşımdan çalışmağa başlamışam. 17 yaşımda artıq Çardaq çox məşhur bir verilişin aparıcısıydım. Sonra 19 yaşımda Hüseyn Dərya ilə prodüserliyə başlayıram. O zaman mən prosesin özündən zövq alırdım. Pulu düşünmürdüm və o qədər həvəslə məşğul idim ki, pul onsuz da gəlməli idi. Amma pul mənim üçün önəmli deyil idi həmin məqamda. Sonra müəyyən yaşa çatırsan... Yəni yaş məsuliyyəti nə? Təbii ki, yaş məsuliyyəti. Hətta bizim bu rapçilər, Uran olsun, Dadı olsun, yəni çox məşhur orada Ramil Nabran olsun, Qurd olsun. Onlar hamısı müəyyən dövrdə pul qazanmırdılar. Sadəcə ürəklərindən gələn musiqini edirdilər. Sonra gördülər ki, yox, biz toya getməliyik, biz şou proqrama getməliyik, biz pul qazanmalıyıq. Ailə dolandırmalıyıq. Artıq başladılar raqqıdı, çıxıdı. Məsələ, bunlar hamısı belə də old school hard rapdən başlayan uşaqlar gəldilər raqqıdı çıxada rapinə də. Niyə görə? Və bu normaldır. Bu normaldır. İnsan böyüyür, böyüdükcə yetişir, yetişdikcə dərdi, məsuliyyəti artır. Məsuliyyəti artdıqca təbii ki, burada maddi məsuliyyət də bir yer tutur. Ümumiyyətlə, mən fikirləşirəm ki, insan bir meyvə ağacının gülünə bənzəyir. Birinci belə çiçəklənir, sonra arılar gəlirlər, nə bilim, belə çox gözəl bir həyat, sonra kal bir meyvəyə dönür, sonra başlayır günün altında qızarmağa, bir öz tərəfini seçir ki, günləşdi tərəf hardadır, bunun yağışı var, küləyi var, tufanı var. Artıq nəticədə dəyir, sonra da onu götürürlər, artıq o məsuliyyətdir, həyatdır. Başlayır onu həyat yeməyə yavaş-yavaş. Yeyir, qutarır, tulluyur, axırda da heç nə də. Bəs onun həmin o artistin karyerasına nə dərəcədə təsir eləyir? Yəni, demirlər ki, sən belə başlamışdın, indi belə oldun. Yəni, o necəsə öz kütləsini qaçırmır. Biri var kütlə ona deyir, biri var bu evə gəlir. Artıq o dediyim, sadaladığım artistlərin hamısının ailəsi var idi, evladı var idi. Bu gəlir, başa düşür ki, mən kütləyə artıq nə istəyirsən deyə bilərəm. Amma ailəmə nəyin niyə olmadığını deyə bilmərəm. Bizim məsələ Uran Azərbaycan rap tarixində ən güclü 10 rapçilərdən biridir. Yəni Uranın freestyle bacarığı, Uranın manierası, Uranın kör zabiti bir əsərdir, onun düşüncə tərzi, yəni çox istedadlıdır. Amma bu insan o populyarlığın zirvəsində hansısa bankda və ya hansısa ofisdə mühafizəçi işləyirdi gecəsmenində. Çünki utanırdı. Mən Hüseyn Dərya hətta o dövrdə maddi problemləri olanda adi insan elədir ki, problemi yoxdur, gedir hansısa dükana konsultant işləməyə, nə bilim, kuryer işləyir. Tanınmış insan hansına ki, minlərlə insan alqışlayırdı, rəğbət bəsləyirdi, imzasını arzulayırdı, təzdən gedib harasa o mənəvi sınmaq döyülməkdən pisdir, o mümkün deyil. Belə bir söz var, deyir, qılıncın yarası sağalır, sözün yarası sağalmır. Yəni bu o qədər böyük çətinlikdir ki, bu tanıtımdan sonra düşmək, bəs tanınmış insanlar niyə depressiyaya düşür? Çünki unudulur, pul yoxdur. Və başa düşür ki, o dövr getdi və yenidən ora qayıtmaq istəyir və qayıda da bilmir və bunun üçün hər şeyə əl atır və bəzi halda gülünc görsənir qıraqdan. Bəs İdris Cəfərov özü hazırda sevdiyi işi görür, yoxsa maddiyyat harada çoxdursa oradadır? İdris Cəfərov son maddi sabitliyini şükür Allaha tapandan sonra
Deyir kimin bu dünyada arzusu yoxdur, xoşbəxt o kəsdir ki, gözləri toxdur. Məsələn, İdris Cəfərov maddi qaça-qaçdan, nə bilim, Bentley-də ardınca, Port Bakuda 3 dənə ev dalınca qaçmayandan sonra, artıq bu toxluğu yaşayandan sonra öz rahat həyatını yaşamaq üçün hər şey yaxşıdır, rahatdır və ona görə mən özümü çox zəngin adam sayıram. Niyə? Çünki mənim vaxt azadlığım var. Mən yuxudan durmuram, mən yuxudan oyanıram. Mən istədiyim yerə gedirəm, istəmədiyim yerə getmirəm. Mən toylara getmirəm. Mən şambo məclislərinə yeyib içməyə otururlar kabinetdə, nə bilim, şirəli dana, şirəli quzu, bir yarım litr vuraq, deyirəm ki, mən gəlmirəm. Və həyatda olan ən qiymətli nemət vaxtı istədiyim yerə, istədiyim kimi xərclədiyimə görə məncə hər şey yaxşıdır. Artıq buna mən gəlib çatmışam 40-dan sonra. Biraz keçək repdən danışaq. İllərdir bu ölkədə rep var, amma hələ də barmaqla sayılacaq qədər bu işdən stabil pul qazanır insanlar, yəni reperlər. Problem mentalitetdir, bazardır, yoxsa reperlərin özləri? 3 başlıca problem var. Birincisi miqyas. Bizim repçilər Azərbaycan dilində oxuyurlarsa, Azərbaycanda qazana biləcəyi pul, fərq üçün onu deyim ki, cəza türk repçisinin aylıq rəqəmsal platformalardan qazancı 60 min dollardan 100 min dollar arasında dəyişir və bu insan konsertə getməyə də bilər, o padval barlarında çıxış etməyə də bilər, kiminsə kabinet banketində ad gündə çıxış etməyə də bilər. Çünki maddi özgürlüyü var və artıq stadionlar yığır, onu görmək istəyənlər gedirlər. Yəni cəza olsun, nə bilim, o blok 13, blok 3-sü nədir bu indiki bu dəbili ümumiyyətlə Türkiyə digitallığını götürəndə 80 milyonluq ölkədir. 5 milyon türk var Almaniyada, hansılar ki öz musiqisindən, dilindən, dinindən, mətbəxindən ayrılmayıblar da. Yəni türk genotipi Biz çox varıq güclüdür. olaraq qulaq asan. Biz varıq olaraq qulaq asan, Özbək var, Qırğız var, nə bilim. Türk dilli ölkələr var. Yəni ona görə miqyasa bağlıdır. Rusiyada 160 milyon auditoriya var. Bizimkilər məsələ problem repçi deyil də. Yəni Johnny də bizimkidir, Xamali Navai də bizimkidir, Baxçı da bizimkidir. Yəni Baxçı rəsmi milyonçudur və hamısı digital rəqəmsal platformalardan 160 milyonluq Rusiyada sanksiyadan öncə qazanılan pul idi. Bizim repçilər Azərbaycan dilində ifa etdiyinə görə Azərbaycandan başqa heç kəsə lazım deyil. Azərbaycanda onları Spotify-da, iTunes-da yox, fleşkaya yazıb maşında qulaq asırlar, pul qazanmırlar. Disk kaset satılmır. Arada barlara, padval barlarına, nə bilim, çağırırlar, hansısa məclislərə 300 manat pul verirlər. Yəni budur da, yəni bu məcburdur. Və bunun məhsulu, musiqi məhsulu heç kəsə lazım deyil və müəyyən dönəmdən sonra bunlar üçün rep keçir hobbiyə. Hobbidə nədir? Kimsə ova gedir, kimsə balığa gedir. Yaş məsuliyyəti. Bunların çoxu məcburdur ki, başqa-başqa işlərlə məşğul olsunlar ki, məsələ Cəza 22 var, çox istedadlı, çox möhtəşəm reperdir. Palukindəki hamamın sahibidir, məsələ üçün. Uran ssenari yazır reklamlar üçün, nə bilim, copywritinglə məşğuldur. Halbuki Azərbaycanda ən güclü repçilərdən biridir. Belə də, yəni hər bir tər fırlanır. Fırlanmaqdan da yaradıcılıq olmur. Çünki yaradıcılıq da, yəni Amerika miqyasını götürsə yenə də PZZ Amerika show biznesini altdan vurub üstdən çıxıb ümumi show biznesa baxır. O Nüsrət My Older Brother New Yorkda restoran açmaq üçün PZZ-yə, nə bilim, mənim böyük qardaşım baş əyir falan. Yəni təbii ki, bunlar da indi uşaqlıqda ona baxıblar, istəyiblər Tupac olsunlar, B.I.G. olsunlar, nə bilim, PZZ, Snoop Dogg olsunlar, amma gəlib belə olublar da. Ümumiyyətlə Azərbaycan repinin bəzi o dönəmləri var idi. Qalxan, sonra susan, yəni olmayan vaxtları demək olar ki, sonra olan. Elə başlayaq, məsəl üçün ən birinci elə sizin verilişdən, hansı ki məndə varam. 2000-ci illər Xose, Hüseyin Dərya, Dəyirman, ondan Nağılbaz və bu dönəm sonra biraz yenə də öz müşahidələrimdə, amma məncə bu belədir. Sonra biraz sustu, sonra təzədən Xos falan bunlar getdi və indi son dönəmdə olan məşhur battle-lar. Ki, hansı ki, replə maraqlanan insanlar bir çox artıq izləyirlər, YouTube-da kifayət qədər baxışları var və populyardılar. Niyə İdris Cəfərov hal-hazırda olan bir trenddə olan bu battle replərinin təşkilatçılığına üz tutmadı? Məncə insan var dünən, var bugün və sabah. Yəni dünənə qayıtmaq istəyi onunla bağlı olur ki, bugünün çox maraqsızdır.
və sabaha tələsməyin də bu gün də öz yerində olmamağından bağlıdır. Məsələn, bu mənim dövrəmimdə məndə varam da oldu, Hüseyn Dərya da oldu, amma bu oldu, keçdi. Və əgər mən məsələn 2013-cü ildə Azərbaycandan gedəndə mən tanınmış televiziya aparıcısı idim. Şəhərin mərkəzində mənim restoranım var idi. Azərbaycanın ən böyük mobil operatorlarından birinin rəsmi səsi idim. Eyni zamanda radioda redaktoru idim. Qəbul komissiyası rəsmi veriliş, mədəniyyət xəbərləri və birdən-birə mən getdim Ukraynaya və sıfırdan həyat başladım. Və bu mənim bugünkü 42 yaşımda. Mən öz həyatım barədə düşünəndə elə bil ki, mən bir 100 il yaşamışam. Həyatda olan hadisələrin zənginliyinə görə. Və bu da bir dönəmdir. Oldu, keçdi, indi yazdı. Yəni indi başqa bir həyatımın dönəmini yaşayıram. O zaman ki, sən istəyəcəksən keçmişə qayıtmaq. Deməli, indi bir latoka düşmüsən, boşluqdasan. Yəni, mən o çox xoş xatirələrlə xatırlayıram. İndiki bu uşaqların etdiyi batıla baxıram maraqla, çünki mənim uşaqlığımın bir parçasıdır. Rap mənim, belə deyək də, ürəyimdə döyünən bir musiqidir. Amma nə dərəcədə mənim üçün maraqlı olar ki, bəzi halda dostlarla otururuq restoranda, mən içki içməyi xoşlamıram, ən azı Azərbaycanda və kimsə deyir ki, məsələ, gözlə oğluma zəng edeyim, gəlsin bizi götürsün də ayıq sürücü kimi. Oğlu gəlir, baxsan 25 yaşında oğlandır. Yəni, elə bil artıq nəsillərin, indi də onların vaxtıdır da. Mən vaxtında eləmişəm. İndi bunlar eləyirlər, hər şeyi yaxşı eləyirlər, düz eləyirlər, maraqlıdır. Hətta bəzən tənqid olunurlar, mən onunla da razı deyiləm. Çünki gənclik azad olmalıdır, sərbəst olmalıdır, müstəqil olmalıdır ki, öz axar yaradıcı yolunu gətirib tapsınlar. Yəni, onlar bizi kopyalamalı deyirlər. Onlar, mən deyim ki, o vaxtı mən eləyəndə yaxşı eləyirdim. Yəni, bunlar amma düz eləmirlər. Bunlarda söyüş daha çoxdur. Yəni, bu da bu dönəmin tələbidir, istəyidir. Əgər belə eləyirlərsə, deməli, bunlara da halal olsun. Uğurludular, yaxşıdırlar, baxılıdırlar və bunlar da bu dönəmin adamlarıdırlar, bu dövrün. 90'ların gəncliyi ilə indiki gənclik arasında əsas fərq nədir? Fərq odur ki, biz daha çox əziyyətlə yoğrulan gənclik, 90'ların gəncliyi biz küçə davası görürdük. Nə bilim, Razindən 8-ci kilometr, demirəm bu yaxşı idi. Amma bu bir çətinlik idi. Bəzən insan fikirləşmədən o divarla divara söhbətə gedirdin. Kiminsə əlində lom olurdu, kimsə daş götürürdü, kimsə velosiped trosu götürürdü, kimsə putulka götürürdü və çırpırdı. Yəni düşünmürdü ki, bunun nəticəsi nə ola bilər. Yəni düşünülməmiş, amma bu da bizi yoğur. İndi bir dənə adam deyir ki, başım ağrıyor, sabah yem MRT eləyim, görüm nə oldu. Və gedir MRT-dən nəsə çıxır. O vaxt başlara daş vurulurdu, nə bilim, lomlanırdı, kimsə yıxılırdı. Və krant suyu içirdik. Dönərin yanından aylarla keçirdik. Deyirdi, bir gün gəlib burada dönər yeyərəm. Qoğalı 2 nəfərə bölürdük. O zavod çörəyinin ortasında o ketçuplu sasiskaları yeyirdik. Amma indiki gənclər daha parnik şəraitinə düşdülər. Çünki artıq neft gəlirləri gəlməyə başladı. Adam gedir birinci məsələn işə düzəlməyə deyir. Nə qədər maaş verəcəksiniz? Bizim dövrümüzdə elə işə çıxıb mən 6 ay pulsuz işləmişəm işə gələndə. O sınaq müddəti deyirdilər də və uçurdum ki, mən işləyirəm. İndi o da yoxdur, yəni pulsuz sınaq da yoxdur. Yox, indi yəni sən ən az işləmək istəyən adam, hamı prosta milyonçu olmaq istəyir. Biz indiki gənclərimizin travması sosial şəbəkələrdir. Onlar orada alqoritmla Hüseyn Qasanovu görürlər, nə bilim onu bunu milyonçu həyatını görürlər. Qızlar Birkin sumka görürlər, Cartier-lə Van Cleef görürlər və fikirləşir ki, hamı aldı, hamı taxdı, mən qaldım. Bəs mən boşanmaya da o provokasiya edir də. Qadın fikirləşir ki, mən onun əri bunu necə saxlayır? 6 bazar səhər yeməyinə, restorana getməyi bir həftədir istəyirəm, amma cəmaət çanta alır. Çünki sosial şəbəkələrdə o filtrlər kimi hər şey çox gözəl görsənir. Amma reallığa nə qədər yaxın olsaz, o qədər də xoşbəxt olarsınız. Çünki bəzi halda indiki gənclər, bəlkə də bizim o vaxtki xəyalımız olardı ki, gündə dönər yeyə bilək. Gündə kola içmək nədir? Kişi, kola, banan yemək nədir? Biz bananı bayramdan bayrama görürdük. Yəni banan, hansı ad gününə geldim, masada banan var idi. Fikirləşirdin ki, uzağa fikirləşirdin ki, bir dənə yemək gəlsin, geçsin, sonra çay olsun, sonra banana çataq artıq. İndi evə gedəndə uşağa banan alma deyir. Uşağa deyirsən ki, yemək yemirsən, heç olmazsa banan ye. Yəni, indiki uşaqlar parnik şəhər. Ona görə də onlar daha tənbəldilər. Ona görə onlar pandemiya onları qorxutdu. Biz belə də ac-gic fırlanan şəhərdə özümüz üçün napilniklə oynayan adamlarıq. Binanın içini Vasimoyda söküb, qapağın içinə doldurub salka oynayırdıq. Yəni oyun yox idi. Dartışda oynayan adamlarıq. 2 nəfər gəlir, biri o birisini dartır. Hara dartırsan, nə edirsən? Bir dəfə mənim qolum qırılıbdı, gəlmişəm. Mən 6-cı sinifdə oxuyurdum. 11-ci sinifdə uşağı dartdım üstümə, əlimi belə tutanda, əl içəri qatdanda gəlmişəm ki, əlim qırılıbdı. Nə olub bala? Dartışda oynayırdım. Yəni bu da normal idi. Amma indiki uşaqlar belə də
ata üstünə qışqırır, ana sabah psixoloq yanına aparır. Travmalıdır. Travmalıdır, siz o münasibəti keçdiniz. Belə əslində biz o vaxtı meyvə tərəvəz diliylə desək, biz zirə pomidoruyduk, patron xiyarıydıq, nə bilim, belə də yeməli təbii qızıl əhməd idik. İndikilər də Palment nədir? Palment Golden'dır, nədir? Odur. Yəni artıq bu yeni dəyişmiş pomidordur. Belə o yekə xiyarlar var, belə o dadsız. Yəni hər şeyin dadı dəyişib. Və bizim dövrümüzdə də bizim yaşlı dövr o dövrü fikirləşirdi. Çünki o gənclik ki dərdsizdir. O dövr nə qədər də çətin olsa mən o dövr üçün darıxıram. Bugünkü gün o dövrlə fərqləndirəndə bəlkə milyonçu həyatı yaşayıram. Çünki oturdum Taylanda getdim, oturdum oradan Fransaya getdim, oradan nə bilim getdim İtaliyaya, oradan gəldim İspaniyaya. Bu həyatı ümumiyyətlə fikirləşmək mənim ağlıma gəlməzdi. O zaman ki mən dönərçinin qabağından keçirəm, dönəri alanda deyirəm ki, bunu dobro elə. Dobro nədir? Dönər də pulunu vermirsən, dönər eləyəcəksən. Yəni biraz ətini bol elə, biraz nə bilim yağından bol elə. O da sənin başa düşür də, o da dönərçidir içindən o maşın yağını götürür içinə belə damızır içini deyirsən, əla doyacam indi. Yəni bunu görmüş adamlar 90-cı illərin insanları daha güclüdür. Çünki insanları güclü edən çətinlikdə hansı ki onları yoğurur. Uzun müddət TV-dən uzaq qaldığınız dövrlərdə TV-dən uzaqlaşdım çünki azadlığı məhdudlaşdırır deyə bir fikir səsləndirmişdiniz, amma sonradan yenidən TV-yə qayıtdınız. TV-yə niyə qayıtdınız? Və bu azadlığı məhdudlaşdırılması bahasına edilən şuurlu seçim idimi? Mənim 15 illik Azərbaycan televiziya təcrübəm var idi. Yəni rəsmi bir neçə nazirliyin layihələrinin aparıcısı olmuşam və 2022-ci ildə Ukraynada müharibə başlayır. Azərbaycana gəlirəm və 2 il ərzində demək olar ki, Azərbaycanda mövcud bütün televiziyalardan mənə təklif gəlir ki, gəlmişsən, gəl bir layihə edək. Amma layihələr siz dediyiniz kimi mənim azadlığımı məhdudlaşdıracaq bir layihələr idi. Da o vaxta qədər ki, bildiyiniz ATV kanalında Efirdən Kənar layihəsi hər cümə axşam saat 11-də efir alır. ATV kanalının özündə mənim üçün pavilyon quruldu, heyət təyin olundu və mənə istədiyim, arzuladığım yaradıcı sərbəstlik verilibdi. O mənada ki, layihənin konseptinə görə mən 15-20 ildən çox tanıdığım insanları çağırıram. Mən sualları redaktorlara təqdim etmirəm. Suallar sadəcə məndən bu formatdadır ki, qardaşım nə var, nə yox? O bağ almışdın, onu satdın sən, o moykada batırdın. Yəni insanlarla elə bil ki, iki çoxdan bir-birini görməyən dostun tamaşaçı sadəcə axşam rahat, sərbəst söhbətini izləyir. Və burada həm vaxt baxımından çəkilişlər mənə uyğun ki, mən 6-cı gün çəkilişləri təyin edirəm, 6-cı gün çəkirəm. Sonra məsələ əvvəlcədən bilirəm ki, mən 1 aylıq indi məsələ Fransa səfərim var, 4 verilişi də əvvəlcədən çəkmişəm. Və bu azadlığımı məhdudlaşdırmayan sırf ATV kanalında bu şərait mənə yaradıldığına görə təşəkkürümü bildirirəm və televiziyada böyüyən bir adam kimi, televiziya təbii ki, repdir, mənim üçün də bir hobbidir da. Yəni bu da varsa niyə də yox və yəni istədiyim kimidir ona görə. Yəni 2022-də Azərbaycana gələn İdris 2024-də televiziya layihəsi ilə televiziyaya gəldi. Bəs yaxşı, indiki hal-hazırda TV-də, yenidən TV-dəsiniz deyə belə bu sualı verirəm. TV-dəki hazırdakı verilişlər sizcə məqsəd yönlüdür? Yəni, niyə intellektual kontentlər artıq maraq görmür və TV kontentləri ancaq region cəmaatı üçün nəzərdə tutulub deyə bilərik? Tam da deyə bilmərik, çünki dövlətdən maliyyələşən dövlət televiziyası və ictimai televiziyanın, indi dövlət televiziyasının hədəfləri fərqlidir, maraqlıdır, stratejidir, ideolojidir, yəni əsaslıdır. İctimai televiziyanın rəhbəri Balaraş Qasımov, Ştokdekagda, Breyring, ağlınıza gələn və gəlməyən intellektual verilişlər orada var, çünki onlar dövlətdən maliyyələşərək bunu edə bilirlər, imkanı var bunu etməyə. Edir, amma tamaşaçı baxırmı? Yox. Deməli, tamaşaçıya lazım deyil. Keçirik digər televiziyalara, hansının ki, rəhbərləri kifayət qədər peşəkar insanlardır. Yəni, bu insanlar bugünkü gün istər ATV kanalı olsun, yəni Qərb televiziyasında böyük televiziya təcrübəsi olan Azər müəllim, Murad, Showman, Dadaşev, Xəzər televiziyası, Vado, Space televiziyası. Yəni, bunlar televiziyada yad adamlar deyirlər. Sadəcə, əgər musiqidə kim pulu verirsə, o da musiqini sifariş edirsə, televiziyada pultun düyməsi kimdədirsə, o da verilişləri sifariş edir. Çünki bir düymə qədər
Asandır ki, sən keçiriləsən digər bir kanala və digər kanal da Azərbaycan kanalı olmaya bilər. Biz bu tamaşaçı var ha, onu da itirə bilərik. Mən sizi inandırım ki, ictimai televiziyada gedən intellektual verilişlərin böyük siyasını intellektual veriliş televiziyadan gözləyən adamlar və deyən adamlar deyirlər sadəcə, heç baxmırlar ona. Reytingdə yoxdur ictimai televiziya. Birinci yerdə yenə də ATV, Xəzər, ARB, Space. Deməli, televiziyaya baxan tamaşaçı gördüyümüz layihələri istəyir. Və televiziyalarda, bu özəl televiziyalar, hansılar ki, maliyyələşmir dövlətdən, onlar maliyyələşirlər qlobal şirkətlərdən. Bu Procter & Gamble-dır, Coca-Cola'dır. Reklamların sayəsində. Onlar da reklamı verməmişdən qabaq, digər qlobal şirkətə, analitik reyting agentliyinə sifariş edir ki, siz baxın, görün hansı verilişə yaxşı baxırlar. Və bunlar da deyirlər ki, bu verilişə baxırlar. O televiziyadan şotlar çıxır nədir onun adı, satsala, hamı başlayır, bu nədir, bu nədir, elə altdan da sonra geri baxır. Çünki bunu baxan da, bunu yazan da eyni adamdır. Reallıqda yaşayırıq da, biz paralel dünyamız yoxdur axı. Ona görə televiziyalar nə istənilirsə onu da verir və yenə deyirəm, biz nə zaman ki insanların inkişaf indeksi, bu artıq dövlətdən, nə bilim, hardansa gözləyəcəyimiz bir həll deyil. Bu özümüz öz üzərimizdə millət olaraq işləməliyik ki, bizim inkişaf indeksimiz elə artsın ki, Azərbaycan tamaşaçısı daha keyfiyyətli, daha məntiqli kontent istəsin. Əgər mən televiziyada, məsələ üçün, nə bilim, Maslow piramidasından, Spinoza'nın inkişaf mərhələlərindən danışacamsa, tamaşaçı gedib o kitabı açıb baxmayacaq. Bu nədən danışır, necə maraqlı adamdır. O kanalı çevirəcək. Haradakı digər kanalda məsələn apardı deyəcək, gəl bura görüm, nətərsən, arvadı boşadın yoxsa təzəsini gətirmisən? Çünki bu ona daha tez çatan bir dildə danışır. Əgər 300 dənə söz ehtiyatı olan insana sən nəyisə 1000 sözlə izah edirsənsə, o sıxılacaq. Və bugünkü gün də sıxıntı dövrü deyil. Biz bir həftə Həmidə Ömərovla Ayaz Salayevi gözləyək ki, retroya baxacağıq. Bugünkü gün biz heç evə tələsmirik verilişə baxmağa ki, sonra YouTube'da baxaram. Ona görə televiziyaya qarşı bu, belə deyək, tənqid də bir çox halda əsassızdır. Reallığa uyğun deyil, gündəmin reallığına uyğun deyil. Danışdığımız mövzuların biri deyir, deyirsiniz ki, əsas məsələ özəl kanallarda, sponsorlarda, hansı ki, onlar analiz edirlər və sponsorların hesabına bu verilişlər, bu özəl kanallar hamımız bilirik ki, ayaqdadırlar və fəaliyyət göstərirlər. Yaxşı, belə bir sual verim. Niyə bayağı heç bir mənası olmayan verilişlərə tanınmış şirkətlər, belə deyim də, fərqli məhsullarda, keyfiyyətli məhsullar deyim, gündəlik bizim ehtiyacımız olan və yaxud da ki, ümumiyyətlə faydalı kateqoriyasına aid elədiyim məhsullar, şirkətlər bunlara 10 minlərlə pul verirlər və sponsor dururlar, amma faydalı və sosial şəbəkələrdə olan bir çox verilişlər, hətta TV-lərdə belə faydalı verilişlərə sponsor duranlar isə mərc oyunları, tütün və enerji içkiləri. Yəni bu ziyanlı kateqoriyaya aid olan sponsorlar olur. Yəni bu addım sizcə şuurludur və nə dərəcədə bunu başa sala bilərsiniz? Deyil, bilirsiniz necədir? Evdar qadın mətbəxdə yemək pişirir. Təbii ki, o istəyir ki, o belə boşanma, evlənmə, məişət, bu cür verilişə baxsın. O intellektual veriliş istəmir həmin məqamda. Soğan doğrayır, gözü yaşarır, nə bilim, nəsə qoruldu, uşaq orada nəsə qışqırır, nəsə sındı, düşdü. O istəyir ki, o başqasının həyatına baxsın. Öz həyatının monotondur, başqasına baxsın. Xarici şirkət də paraşok satır, şampunç satır, diş macunu satır. Sabah o qadın yoldaşıyla marketə gedəndə kişi seçmir, o qadın seçəcək. Hətta orada marketinqdə də məsələ deyir, Tide yoxsa Ariel, Ariel yoxsa Tide. İkisi də eyni şirkətindir. Seçimsiz seçim verir sənə. Yəni onsuz da onu da alsan, bunu da alsan, eyni şirkətə xeyir verirsən. Və bu şirkət analiz edir ki, bu verilişə daha çox baxırlar. O sənin nə dilini bilir, o sənin nə araşdırır. O sadəcə baxır ki, Peoplemeter deyilən bir cihaz var. Peoplemeter ölçür ki, bu verilişə bu vaxtda daha çox adam baxdı. Ona görə reklamı burada versən daha məqsəd yönlüdür. Digər məsələ, bizim insanlar monodilli olmadığına görə bir çox halda, yəni Azərbaycanlı eyni zamanda türk dilini də bilir və bir çox halda rus dilini də bilir və bu Coca-Cola'nın reklamını Türk kanalında da görə bilər. Rusiya kanalında da görə bilər. Ona görə iri şirkətin 3 milyonluq Gürcüstan üçün reklam büdcəsi daha çoxdur. Nəinki 10 milyonluq Azərbaycan üçün. Çünki 10 milyonluq Azərbaycanın alıcısına eyni zamanda o Türk kanalları və Rusiya kanalları vasitəsilə də gəlir, kafasına girir ki, salam əleykum.
alın, faydalanın, xeyir gətirin. Və Gürcüstanın özünə məxsus o yazı qaydalarının olmağı, Öz dillərinə sadiq olmaqla. Gürcülərin digər dillərə qarşı çox belə sərt, millətçi, daha sərt şəkildə olmaqları ona gətirib ki, iri şirkətlərdən, 3 dənə ən böyük qlobal şirkətlərdən birinin Azərbaycanda satışı Gürcüstandan 3 dəfə çoxdur. Amma reklam büdcəsi Gürcüstanda Azərbaycandan 3 dəfə çoxdur. Yəni orada daha çox pul xərcləyir, burada daha çox qazanır. Bu da onların qlobal strategiyasıdır. O ki qaldı digitala, audiovizual şura tərəfindən televiziyalara nəzarət olduğuna görə televiziyalarda bu qadağan olunan zərərli maddələr təbliğ edən, istər bu energetik içkilər olsun, hansından ki biz dünyada da bilirik ki ölüm işləri, yəni yetkini 12 yaşlı uşaqların o energetik peridozundan ölümləri olur. O veyplər hansı ki aprelin 1-dən qadağadır. Onların reklamı artıq gedirdi hara internetdəki bu underground podkast verilişlərə. O da indi ki götürən götürmür. Məsələn, mənim özümə də neçə dəfə təklif gəlirdim. Mən ümumiyyətlə prinsipal olaraq özüm istifadə etmədiyim məhsulu dostlarıma, yaxınlarıma da tövsiyə edə bilmərəm deyə mən ümumiyyətlə o təklifləri götürmürəm və mərc oyunları hansı ki insanları dibə, borca, kreditə, lombard səviyyəsinə salır. Onların da reklamı, yəni sırf özün istəmədiyin nə isə kiməsə məsləhət görmək də məncə yaxşı bir şey deyil. Eyni halı yaşadığımız Üzləşmə podkastında da belədir. Bizə də demək olar ki, sorğuların da hamısında o zərərli maddələr, Yəni indi ürəyimiz istəyən sponsorlardan danışaq. Deyir, sözü at yiyəsi götürsün. Elə bayaq da biz danışdıq. Sirabdır, badamlıdır. Sonra mövzu təkcə o deyil. Eviandır. Kim ola bilər də. Yəni adam utanmaz da, oturmuşun masanın üzərində sən o suyu qoy. Baxın, qlobala baxdığımız vaxtda, qlobal podkastlarda, yəni xaricdə olan ingilis dilli, yaxın olsun deyə deyirəm ölkə olaraq, bizi coğrafi olaraq Rusiyada olan podkastlardır. Burada zərərli olan o təbliğatdan qıraqda olan brendlər də, şirkətlər də bunlara sponsor ola bilirlər. Sadəcə mövzu odur ki, bizdə hələ də o formalaşmır. Biz də oturub məsəl üçün hansısa bir söhbət eləyiriksə belə bir studiyada, biz oturub çay içə bunu eləyə bilərik və hansısa bir çay firması buna sponsor dura bilər, atıram və yaxud su içə bilirik və hansısa bir product placement eləyə bilirik. Məsələn, bayaq siz verilişdən əvvəl dediyiniz bir realtorla, bir hansısa bir xaricdə əmlak bazarında məşğul olan bir şirkətmi deyim, brokerlərmi deyim ki, yüzlərlə sadalaya bilərəm, yüzlərlə. Süni zəka artıq onu elə məsələn Azərbaycanda bu dəqiqə bəlkə Bakı şəhərində 20 dənə bina tikilir eyni vaxtda. O binadan kiminsə məsələ bir binada 1000 dənə ev varsa, onun inanın maksimum 100-ünü ailələr alır. Yaşamaq üçün. Digər 9 investor alır. O investorlar da bir telefonla, mesajla paylanacaq qədər rahatdır ki, Məhəmməd, Əli, Vəli, katlavanı qazmışam. Bir siyahı vardı, onu ala biləcək. 2000-dən gəlin istəyin, sabah 2500 olacaq. Çünki onlara daha çox satır. Amma o investorlar da nə İdrisin, nə sizin podkastınıza baxaraq demir, gedim alım. Bakı o qədər balacadır. Azərbaycan 10 milyon əhalidir, 15 milyonu Bakıdadır. Bakıda da sizlə oturub danışırıq, ilk dəfə də həyatda görüşürük, amma oturub biraz da dərindən bir 30 nəfər ortaq tanışımız, dostumuz çıxacaq. Və kiminsə nəsə marağı varsa, artıq bir zənglə deyirsən ki, bizim filan nazirlikdə kimimiz var? Yəni dostlara, deyir, bizdə filan kəsin qardaşı oğlu orada, indi bu şöbəm, yaxşı. Yəni biz biraz elə bil böyük kənddə yaşayırıq. Amma sizə bir söz deyim ki, mən məsəl üçün bu podkast başlayandan 2 ilə yaxın müddətdə elə bir yerlərdən, elə bir insanların bizim YouTube-dan qıraqda olan, sosial şəbəkələrdə olan shortslarımızı paylaşıb da sənin shortsunu bilirsən, sənin videonu bilirsən, orada dialoq var da bizim qonaqlarımızla paylaşdığımız, bilirsən kimlər paylaşıb, adlarla filan kəs. Bu ictimaiyyətdə tanınmış insanlar da ola bilər və yaxud hansısa bir imkan təbəqəsində, statusa bağlı olan insanlar da belə paylaşır. Çünki artıq onların bir dənə mövzusu var, onlar TV-yə baxmır. TV-dəki bayağı verilişlər onlar üçün maraqlı deyil. Amma TV-də evdar qadınlar baxır. O insanlar belə keçir bu söhbətə. Qadınların da böyük bir təsiri var. Azərbaycanda o kəramətin bir sözü var. Rayonda bir dənə yaşlı arvad var, onu bununla evləndirir, bunu boşandırır. Yəni o
Bütün nəsli regulirovka eləyən Mafiyalıdır. Azərbaycanda o evdar qadınlar var, xalatda oturublar, pult əlində. Sən onlar toy harda olacaq, cehiz hardan alınacaq, kim kimlə evlənəcək, harda ev alacaqlar, onu onlar həll eləyirlər. Onda belə çıxır ki, televiziyanın TV-yə baxan o şey hər kütlədə o xalaların əlindədir. Yəni bizə yaraşan olardı ki, məsələ podkast olaraq hansısa bank kartı olsun, hansısa bir xüsusi innovativ bir xidmət olsun, hansısa bir app olsun, məsələdə prilojeniya, hansısa bir travel agentliyi olsun. Bu da indi bazarın reallığı var. Mən də hiss eləyərək ki, Azərbaycan mənim üçün dardır. Məsələn, Ukraynada yaradıcı və biznes mühit olaraq, prodüser olaraq mən özümü daha rahat hiss edirdim. Ona görə yox ki, Azərbaycan mənim doğma Bakıda doğulmuşam, Bakıda böyümüşəm. Sadəcə miqyas böyüdü, başa düşürsünüz? Ukraynanın səsi layihəsinə kastinqə 3000 adam gəlirdi. Sən təbii ki, oradan prodüser olaraq özümə daha belə maraqlı bir proyekt yığa bilərdin. Miqyas, Seçim çoxdur. Seçim çoxdur və müharibə qutarandan sonra mən yenə də Ukraynaya geri dönməyi düşünürəm. Yaşamdan danışmışkən, Emin, o dediyiniz nöqtəyə toxunanda belə bir sual vermək istəyirəm və sualım da sizin dediyiniz, tez-tez istifadə etdiyiniz bir sözdəndir ki, yaşamaq və zövq almaq istəyirəm. Bu cümlə hedonizmdir, yoxsa gec başa düşdüyünüz bir həqiqət? Bu mənim yaşayaraq, yəni bu kimin üçünsə hedonizm ola bilər. Kimin üçünsə arzulanan bir həyat ola bilər ki, mən də bu konseptdə istəyirəm. Məsələn, mən özüm üçün belə bir 2025-də formula çıxartdım ki, il ərzində işlədiyim günlərin sayı 2 aydan artıq olmalı deyil. Digər bir formula ondan ibarətdir ki, əgər sən hamı kimi yaşamaq istəmirsənsə, ona görə hamının etmədiyini etməlisən. Deməli, mən bayram günlərində işləyirəm, iş günlərində istirahət edirəm. Məsələn, mən yeni il işlədim. Mən indi Tayland səfərim ayın 6-sı gedirəm, 20-si qayıdıram. Novruzda ki, Bakı boş olacaq, mən Bakıda olacam. Məsələdə müəyyən layihələrim, çəkilişlərim onda eləyəcəm. Yəni mən kütləvi alqoritmi pozaraq baxıram hamı nə edir, mən onun tərsini etməyə çalışıram və məsələ bu il mən 3 dəfə Antalyada olmuşam. Mayda, iyunda, bir də iyulda. Avqustda nə vaxt ki, hamı artıq o məzuniyyətə çıxır, nə bilim 50 mindən çox müəllim heyəti var, dövlət qulluqçuları falan. Türkiyədə 5 ulduzlu oteldə bir həftəlik istirahətin qiyməti daha baha idi. Nəinki mən 3 dəfə 8-10 gün istirahətimə xərcləmişdim. Çünki hamı, sən o kütlə düşüncəsi var da, kütlə düşüncəsindən çıxa bilirsənsə, sən biraz fərqli və özün istədiyin kimi yaşaya bilirsən və bu formulanı mən hardasa yəqin 35-dən, Ukraynadan sonra Ukrayna mənə çox şey öyrətdi. Çünki Ukraynilər biz millət olaraq pula çox bağlıyıq. İnsan işləyir, boğazından kəsir, əyindən. Niyə? Uşaqlar öləndə rəhmət oxusun. Bütün gün rayona gedirsən, qazancı azdır, bütün gün nəsə divar tikir, sonra toyuq damı tikir, sonra torpaq alır. Yəni doğulandan ölənə kimi nəsə tikir də. Yəni bizim də bu konseptimizdir. Amma Ukraynada gördüm ki, insanlar heç nə olmadan belə xoşbəxt olmağı bacarırlarsa və kimsə tikir, kimsə podkast aparır, kimsə hamımız istəyirik xoşbəxt olaq. Və xoşbəxt olmaq üçün sənin birinci daxili rahatçılığın olmalıdır. Və bu da sübut olmuş məsələdir ki, biz bu kənardakı mühit sənin xoşbəxtliyinin cəmi 10-20%-ni təşkil edir. Əsas sənin o daxildə olan rahatçılığındır. Mən şəxsi təcrübəmdən deyim, olduğum bütün ölkələrin içində mənə sual versələr ki, ən xoşbəxt insan gördüyünüz hardaydı, mən də doğrudan da Ukrayna deyərdim. Çünki kimliyindən asılı olmayaraq, işlədiyi peşədən asılı olmayaraq fərqi yoxdur. Marketə girirsən, oradakı işçi xoşbəxtdir. Səni gülər üz qarşılayır. Xidməti, o söhbət xidmətdən getmir də ki, bu sənə xidmət göstərir deyə gülməlidir deyə bir o süni gülüşdən söhbət getmir. Restoranda çalışanından, adi yolda bir başqa, turizm sektoruna aid olmayan sektorda belə ki, insanlar belə xoşbəxtdir. Oradakı o aura doğrudan da. Tam razıyam. Çünki insanlar özüdür. Pozitiv verir, özüdür. Pozitiv verir. Yəni biz çox evsiz bir adam oynayırıq da, biz çox oynayırıq axı. Biz çox belə giririk ki, bu qaynanadır, bu dostumdur, bu dostumu. Yəni bu nə fikirləşər, o nə deyər. Onlar o qədər rahatdılar və bu rahatçılığı sən bir dəfə yaşayandan sonra sən artıq gələndən sonra mən məsələ Ukraynada yaşamaqdan öncə mənim ağlıma gələrdi ki, mən toya çağırsınlar, deyim ki, mən toya getmirəm. Utanıram, əzilirəm, əyilirəm, gedirəm tıxacla toya, lazımsız şəkili çəkildirirəm, xoşbəxt ol, gəlirdi, niyə oynamırsan, qardaşım başım ağrıyır, yəni əziyyətdir, mən niyə oynayım ki? Amma indi mən artıq yetişmişəm ki, istəmədiyim yerə, yəni özüm olaraq istədiyim kimi yaşaya bilirəmsə,
sən artıq bu istəyirsən qidonizmdir, istəyirsən ki, buna nə ad verirsən ver. Əsas olur ki, rahat olasan. Bəs yaxşı, insan həm məsuliyyətli, həm də azad yaşaya bilərmi? O bilər. Yəni bu ikisi bir-birini mütləq boğur, yoxsa ayrı-ayrı Hardasa boğur, çünki sənin prioritetlərin var da. Mənim indi 6 ay öncəyə planladığım səfərlər var və ayda ən azı bir dəfə hansısa xarici ölkəyə çıxıram. Amma mənim məsələ prioritet yaşlı ailə üzvlərim, anam məsələ üçün və hansılara görə ki, mən öz məsuliyyətimi hiss edirəm, onlara da vaxt və qayğı, diqqət ayırmalıyam. Həftə arası ən qiymətli nədir? Biraz puldan çox danışırıq. Ən qiymətli pulla alına bilməyən nələrdirsə. Məsələn, əgər biz yenə deyirəm ki, o Port Bakuda Ağşəhərdə evi ala bilərsənsə pulla, o artıq qiymətli deyil. Bentley də eyniliklə. Amma məsələ müəyyən dövrdən sonra ananın sənə pişirdiyi dolma. Mən bir dəfə Kiyevdə gəzərkən görürəm bir də Azərbaycanlı orada meyvə tərəvəz satır belə. Sən deyir mən artıq 30 ildir buradayam, meyvə satıram, heç nə yox. Deyirəm sənin arzun nədir? Həyatda istəyin nədir da? Mənə maraqlıdır. Yəni bu adam xoşbəxtdir. 500 qrivnə, 35 manat günə pul alır, gedir skladda yatır, sonra da meyvə yığır, gətirir. Yəni bu satır da. Yəni bu adam rahatdır. Deyirəm arzun nədir? Sən axı dedim yəqin ev istəyər, ailə istəyər, heç kəsi də yoxdur. Deyir mən anamın Naxçıvanlıyam deyir. Mən anamın deyir daş köftəsini yemək istəyirəm. Yəni bunu istəsən də bu ala bilməz də. Yəni o bəlkə də maşın istəsə, ev istəsə qısa bir hədəflə, böyük bir ölkədə məqsədə gəlib çatardı. Amma anasının daş köftəsini artıq heç vaxt yeyə bilməyəcək. Pulla alına bilməyəcək şeylərin biri də elə əsas zamandır. Dinamik bir həyat tərzi yaşayan birisi kimi sizcə zaman insanı müdrikləşdirir, yoxsa sadəcə yorur? Və siz bugün daha ağıllısınız, yoxsa sadəcə daha ehtiyatlı? Statistika onu deyir ki, insanların 90% sadəcə qocalır. Cəmi 10% müdrikləşir. Yəni əgər müdrikləşə biliriksə, yaşlaşaraq bu gözəl göstəricidir və bunu biz yox, bizə hansısa bir məsləhət və ya sualla müraciət edən insanlar deyə bilər ki, hə mən həyatımın bu dönəmində İdrisə müraciət elədim. O mənə bunu dedi və zaman keçəndən sonra mən gördüm ki, doğrudan da düz deyirdi və ya düz demirdi. Bəzi halda bu qıraqdan daha rahat görünür axı. Sən bəlkə də hadisənin içindəsən, istibaşla bunu yaşayırsan və hadisədən çıxıb kənardan müşahidə edə bilmirsən. Çünki sən artıq burada maraqlı tərəfsən. Amma kənardan sən soyuqqanlı bunu müşahidə edirsən və məsləhət verirsən və kimsə bunu müdriklik kimi qəbul edir. Kimsə bunu həyat təcrübəsi kimi qəbul edir. Mən bəlkə ona yaxın ölkələrdə 2-3 ay yaşamışam. Məsələn, Amerika Birləşmiş Ştatları da olsun, Çində olsun, Macaristanda olsun, Ukraynada olsun, Gürcüstanda olsun, Türkiyədə olsun. Və burada sən insanları bir var turist kimi görürsən, bir var mental fərqi görürsən, ünsiyyəti görürsən. Bu müdriklikdən əlavə təcrübədir və təcrübə sən nədir? Artıq sən bilirsən ki, 2 dost gedirsən, qabağına ayı çıxdı. Ayı çıxanda nə etmək lazımdır? Qaçmaq lazım. Yox. Deyir ki, ayı özündən böyük nəsə görürsə ayı qaçır. Bir dost olursun, belinə çıxır, başlayırsan belə, eləmə ayı qaçır. Yəni bu bir təcrübədir. Yəqin bunu bir dəfə yaşamaq lazımdır ki, sonra bunu eləyəsən. Ona görə həyat müxtəlif ölkələri gəzdikcə biz nə qazanırıq? Yeni təcrübə və zamana gəldikdə. Yaşlandıqca insan deyir, vaxt çox tez keçir. Niyə? Çünki uşaq yaşımızda biz ilk dəfə dondurma yeyirik. İlk dəfə dondurma ilə kolanı qatırıq, içinə piçenya qatırıq. Maraq dairələrimiz çox idi. İlk idi. dəfə velosiped sürürük. İlk dəfə qatara minirik. İlk dəfə təyyarəyə minirik. Amma sonra biz artıq avtomatlaşırıq ki, bu təyyarə ilə uçuş qutarsaydı, mexanikiləşirik. Və o zaman ki, mənim niyə həyatım deyirlər, sən necə hardan enerji alırsan, niyə belə xoşbəxtsən? Çünki mən daimi yeni emosiyaları yaşayıram. Mən gedirəm, məsələn, Fransada yemədiyim bir yeməyi yeyirəm. Hansısa bir maraqlı mühitdə ailəyə qonaq gedirəm. Oradan gedirəm Taylandda hansısa bir mental özəllik məni təəccübləndirir. Uzanıram Andaman dənizinin ətrafında 2 taylı xanım ayaqlarımı ovalayır. Mən də ulduzlara baxıram, bu emosiyanı yaşayıram, deyirəm, şükür Allaha, nə yaxşı Allah mənə bu hissləri yaşatdırır. Mən ümumiyyətlə hardayam, mənlə nə baş verir? Portuqaliyadan 40 kilometr aralı Setubalda, məsələ o küçə ilə okean sahilində gedirsən, bilmirsən hansı restoranda oturacaqsan və nə yeyəcəksən. Çünki menyudakı o müxtəlif dəniz məhsulları sənin üçün yaddır. Bu da bir təcrübədir. Və sən hətta yaşlı dövrdə, niyə xaricdə yaşlı insanlar xoşbəxtdirlər? Çünki onlar Yaşlı vaxt daha çox gəzməyə başlayır. gəzirlər, dolanırlar, romantika yaşayırlar. Hətta
yəni o keçirdiyi zamandan zövq ala bilirlər. Turistik həyatları daha çox yaşlı vaxtlarında yaşayırlar ki, Çünki pulludular, imkanlıdırlar artıq. Bizdə amma yaşlı vaxtda ancaq evdə daha çox oturub pult əlimizdə. Biz uşaqlara çox TV-yə bağlıyıq. bax. Bu uşaqdır da, bu böyüdür da, bunun seçimi Uşağın var. uşağına baxırıq. Uşağına baxırsan, uşağın kim olacağını müəyyənləşdirirsən. Obyekt yanaşmasıdır ki, mən sənə vaxt sərf Onun eləmişəm. stresini çəkirsən, ona bir... Amma bu uşaq da bir müstəqil, bəlkə bu ümumiyyətlə bomj olmaq istəyir. Fransada bomjlar çox maraqlıdır. O bomjların böyük əksəriyyəti nə narkoman, nə alkoqolikdir. Onlar məsuliyyətdən və ya hansısa bir həyatdakı uğurlu dönəmdən bezərək, yorularaq, sınaraq bomj olan adamlardır. Bir dənə bomj var idi, məsələn bu yaxınlarda çox maraqlı. Bu insanın kartında nə bilim neçə milyon avro pul var, amma bu bomjdur. Bir gün içində avtomobil qəzasında 2 evladı və yoldaşı dünyasını dəyişir. Onun iri fabriki var. Qardaşını idarə etməyə veribdir, öz faizini alır və bu bomj həyatı. Həyatda heç nəyin mənasını görmür, sadəcə istəyir bu mühitdə yaşasın. Yoxlasın. Biz millət olaraq, yenə deyirəm, pula çox bağlıyıq. Məsələn, insan elçi gəlir, deyir, nəyi var? Elə bir alqı-satqıdır da. Oğlanın nəyi var? Nə bilim, qızın nəyi var? Uşaq doğmadı, bunu boşadılar da. Çox belə elə bil müəyyən bir kodların içinə girmişik, siz yəni bir proqramçı olaraq da və bu koddan çıxmırıq. Alqoritm dəyişib, amma biz yenə bu kodun içindəyik. Bu kodlar artıq səhv verir bizə, amma yenə də bu koddan çıxmırıq. Çox sağ olun gəldiniz, çox sağ olun yaşadıqlarınızı, həyat təcrübənizi, bildiklərinizi, gördüklərinizi bizimlə paylaşdınız. Sizə indidən sonraki həyatınızda, karyeranızda, işlərinizdə bol-bol uğur arzu edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Təkrarçılıq olmasın. Son olaraq onu deyim ki, 2 gün həyatda yoxdur. Dünən yoxdur, sabah yoxdur. Bugün var, burada var, indi var. Həyat yaşadıqca dadlıdır. Təşəkkürlər, çox sağ olun. Sağ olun, təşəkkür edirəm. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib və dostlara paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.